Birinci test tapşırığı. Sualda bizə deyir ki, doğru bəndləri müəyyən edin. Yoldaşlar, iqtisadi rayon və xüsusiyyətlər. Qazaq Tovuza, beynəlxalq əmin neft və qaz kəmərləri keçir ifadəsi doğrudur. Pambıqçılıq inkişaf edib səhvdir. Yoxdur orada. Qarabağ iqtisadi rayonu 2 xarici ölkələ sərhəddir, səhvdir. Bir dənə Füzulidən İranla sərhəddir, səhvdir. Tərkibi 9 inzibati rayon düzdür. Dağlıq Şirvan. Zəngin polimetal filiz yatağı səhvdir. Çünki Böyük Qafqazda filiz ancaq Şəki-Zaqataldadır. Amma üzümçülük, şərabçılıq ixtisaslaşıb. Mədrəsə, kaqor tipli şərab istehsalı var. Milmuğan. Sakit. Ərazisində beynəlxalq əməliyyat neft kəməri keçir. Milmuğandan yoldaşlar keçmir. Çünki Milmuğan Kürün müvafiq olaraq sağ sahilində qalır. Amma ərazisinin neft və qaz ehtiyatları var, doğrudur. İmişildə məsələn. Cavab 1, 4, 6, 8 variantımız oldu. D variantı, bəli. Birinci test tapşırın. 2-yə məntiqə ardıcıllığı müəyyən edin. Yoldaşlar, çay su basarları alivial çöküntülərlə örtülür 1. Ondan sonra olur humusla zəngin torpaq qatı yaranır 3. Sonra 5'e baxın. Torpaqlarda kifayət qədər rütubət ehtiyatı toplanır 5. Ondan sonra yoldaşlar biz deyirik. İl boyu yaşıl ot örtüyü formalaşır 4 və son olaraq da heyvandarlığın inkişafı üçün əlverişli şərait yaranır. Ot olmalıdır ki, heyvandarlıq inkişaf eləsin. Ən sona qaldı. Cavabımız nə variantı? A. Bəli. Növbəti sual. 3-cü test tapşırığı. 3-də bizə deyir ki, okean səviyyəsi görürsünüz 0 metrdə. Temperatur neçədir? 17. A zirvəsində neçədir? 2. 17 çıx. 2. 15. Minə 6. 15'ə x. X bərabərdir 2500. Biz bilirik 2500 metr yuxarı qalxanda ona bir nə qədər dəyişirdi? Ona 1 millimetr olurdu, düzdür? Ona 1 olurdu. 2500'ə nə olacaq? X. X bərabərdir 250'yə. 760'dan da 250'ni çıxırıq. Elədi 510. Cavabımız Y. Y. 3'də cavab Y. 4'ə baxırıq. 4'də bizə nə deyir? Deyir ki, təbii vilayətlərə uyğun gələn fiziki rayonlar, yoldaşlar, Böyük Qafqaz vilayətinə konkret olaraq aiddir. 2 Qonaq kənd, 4 Dağlıq Şirvan, 7 Qobustan Abşeron. Kiçik Qafqaza uyğun gəlir verilənlərdən. Deməli, 6 Qarabağ vulkanik yayılası, 8 Gəncə və 9 Əkəri. Və son olaraq Kür çəkiliyinə uyğun gəlir 1 Qazax Qarabağ, 3 Kür Araz, yəni Mərkəzi Aran və 5 Qanıq Əyriçay. 2, 4, 7, 6, 8, 9, 1, 3, 5 cavab D bəndi 4-cü sualda. 5'də sxemdə AB nöqtələr arası məsafə ekvator boyu neçə santimetrdir? 18. Baxın. A 30 şərqdə, B 30 qərbdədir. Arada neçə dərəcə var? 60. Ekvator üzərində bu məsafəni 111'ə vuranda nə qədər edir? 6660. Mənə deyir ki, AB nöqtələri arasındakı məsafə 1 dərəcəlik paralel qövsü və miqyasına görə hesablayaraq tərifi tap. İndi bax, mən burada sadə bir qayda deyim sizə. 18 santimetrlə verilirsə 5-0 siləndə nə edir yoldaşlar? 400. Tələsmə. Yoldaşlar 400'ü vururuq neçəyə? 18'ə. 418'ə vuranda bölür 7200. Arada fərqi tapırıq. 7200 çıx 6660. 540. Yoldaşlar bu da nə hesablaması oldu? Kartometrik. Cavabımız 5'də nə oldu? A bəndi. 6'ya baxırıq. İlkin emal müəssisələri, xam mal mənbələrinə yaxın yerləşdirilən ərazilərdə yerləşən sənaye sahələri. Yoldaşlar burada vəziyyət nə olacaq? Şərabçılıq, meyvə konservi, pambıq təmizləmə, şəkər istehsalı, eyni zamanda biz deyə bilərik balıq konservi və s. Variantımız nə bəndi? B. 7'yə baxırıq. Avropada yerləşən federativ ölkələr. Federativ ölkə burada olacaq verilənlərdən ümumiyyətlə belə deyək də. Şərqi Avropada 2 dənədir. Rusiya, Bosniya, Hersegovina. Şimali Avropada yoxdur. Qərbi Avropa orta hissəsində ABA, Almaniya, Belçika və Avstriya. Cənubda da İspaniya olacaq. Cavab 3, 4, 5. Variantımız D variantı, bəli. 8'ə baxırıq. İsti soyuq atmosfer cəbhələri. Deməli yoldaşlar, isti və soyuq üçün ayrı-ayrı funksiyaları yazanda temperatur artır, temperatur atmosfer təzyiq azalır. İsti cəbhə. Qalxan hava necə təzyiq? Alçaq təzyiq. 1. Güclü küləklər əsir, ildırım çaxır. Yenə daha çox harda baş verir bu proses? Əlbəttə ki, soyuq cəbhələrdə ildırım şimşək çaxması. Topa buludlarda da bilirsiniz. İsti hava soyuğu sıxışdırır. İsti cəbhədə. Nə oldu yoldaşlar? 3. Hə? Ora getdi 3. Sonra Qələşvari buludlar, o da isti cəbhədə oldu. 4, 1, 3, 4 getdi bura və qaldı hansı? Soyuq hava istini sıxışdırır 5 və atmosfer təzyiq artır, hava soyuyur 6. Cavab yoldaşlar D variantı 8-ci sualda.
Monarxiya olan ölkə federativ ola bilməz. Niyə ola bilmir ki? 4 dənə federativ monarxiya var. Belçika, İspaniya, Birləşmiş monarxiyanın dəxil. Monarxiya idarə etmədi. Federativ inzibati ərazi quruluşudur. 9. Uyğunluğu müəyyən edin. Mərkəzi Aranda milli park olaraq Bəsitçay yerləşə bilməz. Mərkəzi Aran iqtisadi rayonunda Bəsitçay milli parkı yoxdur. O Zəngilan rayonu, ora düşür yoldaşlar. Şərqi Zəngəzura. Deməli bu səhvdir. Sonra, üzr istəyirəm, bu uyğunlaşdırma sualıdır, bağışlayın. Uşaqlar, Mərkəzi Arana uyğun gələcək Türyançay. Türyançayda da qoracaq Ardız və Saqqız ağacı. 1-ə 3B. 2. Şərqi Zəngəzurda Bəsitçay. Orada qorunacaq yoldaşlar Şərq çınarı. C. 2-yə 1C. 3-ə də yoldaşlar olacaq. Deməli, Ləyirkan. O da olacaq endemik və relik bitkilər A. 3B. 1C. 2A. Cavab A variantı. Bəli, tamamilə doğrudur. 10-cu sual. Şimal istiqamətdə axıb kənar dənizə tökülən çaylar. Doğru cavab yoldaşlar. Xeyr. Cavab C-dir. A-da problem nədir? Yoldaşlar, Parana çayı cənuba doğru axır. Yoldaşlar, Ankara çayı şimala doğru axır, amma kənar dənizə tökülmür, Yeniseyyə tökülür. Cavab C-dir. Mackenzie Beaufort'a tökülür. Lena yoldaşlar, siz bilirsiniz ki, axır hara tökülür? Laptevlərə. Reyn çayı da axıb hara tökülür? Şimal dənizinə. Cavab nə oldu? C. Zambezi şərqə doğru axır. Terek çayı da yoldaşlar Xəzərə tökülür. Yəni, özdə şərqə doğru axır. Ona görə də cavabımız C oldu onda. 11. Verilən xüsusiyyətlərin aid olduğu yarımadanı müəyyənlə. Qədim okeanın sahilində yerləşir. Qədim okean şimal buzlu və nə? Sakit. Sahillərini kanal dənizdən suyu yuyur. Tamamilə mülayim işıqlanma qurşağındadır. Yoldaşlar, bu olacaq. Təbii ki, burada məsələ nədən ibarətdir? Kamçatka bilirsiniz, kənar dənizlərdir. Oxot və Bering. Bir doğrudur. Düzdür yoldaşlar. Sonra, bir də 4-ə baxın, 4-ə. Koreya. Onun da kənar dənizlərdir. Sarı dəniz və Yapon dənizi. Özü sakit okeanda. 1-4 variant, D variantı. Düzdür. 12. Xüsusiyyətlər hansı iqlim qurşağı üçün səciyyəvidir, deyir. Qışda enən hava axınlarının təsirinə məruz qalır. Yoldaşlar, qışda enən hava axınları deyəndə bu subekvatoriala uyğun gəlir. Niyə? Qışda enən hava axını bir subekvatorialda ola bilər, bir də qütbdə. Çünki subekvatoriala nə gəlir? Qışda tropik gəlir. Yoldaşlar, bir də subarktik ola bilər, subarktik. Orada nə gəlir? Arktik gəlir qışda. Nə gəlir? Arktik. Sonra fəsil dəyişkənlik zəif müşahidə olunur. Deməli, bura aradır? Subarktikdir. Eyni zamanda subekvatorialdır. Antarktidadan başqa bütün materiklərdə rast gəlinir. Yoldaşlar, o subtropik qurşaqdır. Hansı qurşaqdır? Daha doğrusu bir dəqiqə. Bu subekvatorial. Hamısı bir iqlimə aid olanda gözəl yoldaşlar. Bu olacaq subekvatorial. Hansı oldu? Subekvatorial A variantı. Çünki həm Şimali Amerikada var. Həm Cənubi Amerikada var, həm Afrikada var, həm Avrasiyada var, həm də Avstraliyada var. Bir dənə harada yoxdur? Antarktidada yoxdur. Cavab A-dır. 13. Daşqın və su basmaların təsirini azaldan tədbirlər. Yoldaşlar, burada çox sadə cavablı olacaq. Aşağı axarlarda çayın lildən təmizlənməsi və su kanallarının çəkilməsi. 2. Sahil boyu bəndlərin tikilməsi və ağacdan əkilməsi. 4. Bir də 5. Meandrların kəsilərək düzləşdirilməsi. Kür çayında aparılan proses. Cavab nə oldu? 13-də 2, 4, 5C. 14-də baxırıq yoldaşlar. Deməli, burada söhbət nədən gedir? Azərbaycan okean səsi aşağıda yerləşən göllərə aid olmayan, okean səsi aşağıda olan göllərə Sarısu, Ağgöl, Hacqabul, həmçinin yoldaşlar, bəli, bunlar çaydərə mənşəli göllərdir. Düzən ərazilərdədir. Səciyyəvi olmayanlar, dağmışı və dağçəmən ola bilməz. 1. Əsasən relikt və çaydərə mənşəlidirlər, bu da doğrudur. Yarımsərə quruçöl, bu doğrudur. Mülayim və soyuq səhvdir. 4. Əsasən tektonik vulkanik səhvdir. Cavab 1, 4, 5 variantımız Y variantı 14-də. 15-ə baxırıq. Yoldaşlar, Balxaş gölü hər birimiz əzbər bilirik ki, bu yerləşir Qazaxstanda. Y. İsikkul gölü Qırğızstanda. B. Lobnor gölü isə Çindədir. Sintizyan Uyğurda. A. Cavab deməli Y, B, A. Y, B, A variant nə variantı? A variantı 15-ci sualda. 16-ya baxırıq yoldaşlar. 16-cı test tapşırığı. A ölkəsi bir ildə 58 milyar ABŞ dollardan məhsul ixrac edir. Ölkənin ticarət saldosu müsbət olub. İxracın dəyərinin neçə faizidir? 35. 58-in 35 faizini tapacaq. Bəli, 58 vur 35 böl 100 neçə elədir? 20 tam. Hərə bir şey tapın. Sizə güvənmək olmaz yoldaşlar. 58 vurulsun 35 bölünsün 100. Cavab 20 tam onda 3. 20 tam onda 3. Bəli, 58-dən də çıxırıq. 20 tam onda 3'ü cavab eləyir. 37 tam onda 7. Variantımız A bəndi 16-cı test tapşırığında. 17-yə baxırıq. Avrasiya, Şimali Amerika. Bir neçə platform Avrasiyadır. 1. Qərbində Mezozoik qırışıqlığında yaranmış dağlar var. Şimali Amerikanın qərbində var, Avrasiyanın qərbində
Yoxdur. Bu olacaq 2. Fəaliyyətdə olan vulkanlar hər ikisində var. Olacaq 3-cüyə. Şərqində konvergent zona yerləşir. Bu Avrasiyadadır. Olacaq yoldaşlar. Avrasiya 4. Mövzu arasında Lavrasiya qurusundan ayrılmışdır. Hər ikisi. O da ortaqdır. Doğru cavab olacaq 1, 4, 2, 3, 5. Variant D bəndi. Bəli, 17-də. 18-də. Müəssisə illik enerji tələbatı ödəmək üçün 120 min ton daş kömür lazım. Daş kömürü neftlə əvəz etmək istəyən müəssisəyə neçə min ton neft lazımdır? Əmsala nə edəcəyik? Böləcəyik. 120 min böl 1.5. Cavab 80 min ton. Bəli, cavab oldu yoldaşlar C. 18-də. 19-a baxırıq. Bentonit gili Azərbaycanda hardaydı? Qazaxda. Daş salahlı mədəni. Seolit gili Tovuzda. Ağdağ mədəni. Mərmər də hardadır? Daş kəsəndə. Cavab nə variantı? C. Bəli. Günəş hansı enlikdə, zenitdə olduqda 70 dərəcə şimal enlində qütb gecələri müşahidə olunar. Günəş cənubda. Bax, 90-70 eləyir neçə? 20. Deməli, günəş 20 cənub enliyində, zenitdə olanda. Cavab D bəndi. 20-də D. Bəli, şimal enliyi yazanda qütb gündüzü olur. Bəli. 21. 21-də gözəl yoldaşlar, sizə inzibati rayonlar verilib. Bir Şəki rayonudur. 2 gözəl yoldaşlar, bilirsiniz. Nə rayonudur? Saatlı rayonudur. 3-ə birinci baxaq. 3 yoldaşlar bilirsiniz. Laçın rayonudur. 4-ə baxaq yoldaşlar. Bura haradır? Xızı rayonu. 5-ə baxaq yoldaşlar. 5 haradır? Astara rayonu. Bəli, Astara. 6 haradır? Goranboy rayonu. Goranboy. 7 haradır? Culfa rayonu. 8 isə Kürdəmir rayonu. Hansı rayon? Kürdəmir. İndi gəlin baxaq. 4 və 5. Yəni Xızı və nə yazıb bizə? Astara. Neft və qaz ehtiyatı səhvdir. Bəli. 2 və 8. Saatlı və nə yazıb Kürdəmir? Pambıqçılıq üzrə doğrudur. 1 və 6. 1 və 6. Yəni Şəki Goranboy. Bəli. Həm yazlıq, həm payızlıq buğda var. Düzən hissəsə payızlıq, dağlıq isə yazlıq. 2, 3. 3 ilə 4-ə baxırıq. Laçınla yoldaşlar Xızı. Yarımsərə Quruçöl təbii ki Laçında ola bilməz. 2 ilə 6. Yəni Saatlı ilə Goranboy. Kür çayının sağ sahili, bəli, Saatlı Goranboy Kürün sağındadır. 2, 3, 5. Cavab A. 6-da problem nədir? Baxaq. Laçın və Culfa. Yanar faydalı qazıntı əlbəttə ki yox, filiz faydalı qazıntıdır. Yanar yox. 22. Gəncə Daşkəsənin tərkibinə biz dedik Göygöl, Goranboy, Daşkəsən və bir də yoldaşlar Samux rayonu aiddir. Yəni 1-ə gedəcək verilənlərdən Naftalan şəhəri A və salam. Başqa yoxdur orada. 2. Abşeron Xızıya aiddir. Abşeron Xızıya. Sumqayıtdır. 3-ə Şirvan Salyana aiddir. Əlbəttə ki Hacıqabul saatlı olmaz Milmuğandır. Hacıqabul. B. A, D, B. Variantımız nə bəndi? B bəndi. 22-də B. 23-ə baxırıq. Yoldaşlar sual belədir. Orta duzluğa malik 4 ton sudan alınan duzun miqdarı. Orta duzluq 1 tonda neçə kiloqramdır? 35. 4 ton deyəndə olacaq X və 140. 140-ı deyir neçə kiloqram qırmızı dənizin 5 ton suyundan. 5, bəli. Qırmızıda 1 tonda 42-dir. 5 tonda nə olacaq? X bərabər 210. Biri, bəli. 210 çıx 140. Cavab 70. Doğru cavab 70. 23-də. 24. Dünya əhalisinin seyrək məskunlaşdığı ərazilər. Seyrəkdir Kanadanın şimalı 1-də. 2-də sıxdır Bosvaş meqalopolisi. 4-də Amazon meşələrində. Bir də 3-də səhralarda. Cavabımız 1, 3, 4, 6 və 5 şərqi və Cənubi Asiyada əhali sıxdır. 25-ə baxırıq yoldaşlar. Qarabağ vulkanik yaylasında yerləşən göllərin Abşeronda yerləşən göllərdən fərqli cəhəti. Yoldaşlar, yarımsərə Quruçöl ola bilməz, o Abşerona aiddir. Dağ tundra iqlimi bəli 2. Tektonik qalxma zonası ikisi də qalxmadadır. Biri Böyük Qafqaz, biri Kiçik Qafqaz. Dağçəmən landşaftı yerləşən şirinsulu axarlı göllərdir. 2 və 4. Relikt mənşəli göl Abşerona aiddir. Ona görə də olmaz. 2 və 4. Xəritə sxemdə oxlarla işarələnmiş ərazilərə aid olmayan əlamətlər. 26-da yoldaşlar oxlarla işarələnmiş bölgələr tropiklərin şərq hissələridir. İsti cərəyana məruz qalırlar, rütubətli yerlərdir. Səhra yarım səhra ola bilməz. 1. Aid olmayandır da götürdük. Rütubətli iqlim düzdür. Aqroiqlim metodu çox zəif deyil, güclüdür əksinə. Götürdük. 1 ilə 3-ü götürdük. Sahilinə isti cərəyan keçir, bu səciyyəvidir. Üzvü aləmin növ tərkib az deyil, əksinə nədir? Çoxdur. Cavab 1, 3, 5, 26-da. 27. Deməli, Qaradəniz sahillərindən Şərqi Asiyaya qədər uzanır. Qaradəniz sahillərindən Şərqi Asiyaya qədər uzanır deyirsə, bura uyğun gələcək yoldaşlar. Əlbəttə ki, birinci çöllər.
Prerilər də hamısı çöldür yoldaş. Qulaq as mənə. Preri şeydə. Preri Şimali Amerikadadır. Elə çöl gedəcək. Bəli, A-ya, stepə aiddir də, bəli. 1-ə A. Sonra yoldaşlar, biz burada deyəcəyik ki, ərazisində qırmızı qara o pampadır, Cənubi Amerikada. 3-ə B. Mərkəzi və böyük düzənliklərdə formalaşır. Preri. C. Paralel boyu qərbdən şərqə doğru paralel boyu qərbdən şərqə çöllər, steplərə aiddir. AD. Meridional istiqam prerilərdir. 1-ə AD. 2-ə C-yə, 3-ə B. %28. Əhali üçün zəruri olan məhsul və xidmət ehtiyaclarının ödənilməsi səviyyəsi onların gəlirlərinə və alıcı qabiliyyətinə asılıdır. Aşağıdakı diaqramda müxtəlif inkişaf səviyyəsinə malik ölkələrin bir insanın inkişaf indeksi il ərzindəki ərzaq və qeyri-ərzaq xidmətlərinin ödədiyi vəsait göstərilmişdir. Uşaqlar, fikir verin, ABŞ dolları ilə birinci ölkədə ərzağa, qeyri-ərzağa və xidmətlərə daha çox pul xərcləyirsə, bu necə ölkədir? İnkişaf etmiş ölkədir. O birisində isə ərzağa çox, xidmət və qeyri-ərzağa az. Bu nədir? İnkişaf etməkdə olan ölkə. Yəni zəif ölkədə görsənir onsuz da. Keçək xüsusiyyətlərə baxaq. 28-də bizə deyir ki, əhalinin həyat səviyyəsini göstərən amil birincidə, yəni bu nədir? İstehlak səbəti. İstehlak nəyi? Səbəti. Biz sizlə keçmişdik bunu. İkincidə yoldaşlar deyir ki, ona təsir edən əsas göstəricilər, əhalinin gəlirlərinin artması və azalması. Gəlirlərin artması bir də neynəməsi? Azalması. İstehlak səbəti, gündəlik ehtiyaclar, tələbat. 29. 29-da bizə deyir ki, diaqramasyon xəritə çıxımda verilmiş A qrupu ölkələr, inkişaf etmiş ölkələr. 1 haradır? 1 haradır? İtaliya. 3 haradır yoldaşlar? 3 Cənubi Koreya. Bir də 4 haradır? Avstraliya. Bunlar buraya yedikdir. Bəli, obrisilərə baxaq. Bir də burada Koreyanı da götürə bilərik. Cənubi Koreya. Bir də obrisilərə bax. 2 haradır? Misir. 5 haradır? Kolumbiya. Və 6 haradır? 6 Qırğızistan. Hara yoldaşlar? Qırğızistan. Aydındır. Və axırıncı. Mətndə verilmiş tələbatların lazımi səviyyədə ödənilmədiyi, ölkələrin yerləşdiyi regionlar. Yoldaşlar, lazımi səviyyədə ödənilmədiyi yerlər. Mərkəzi Afrika. Mərkəzi Afrika. Şərqi Afrika. Şərqi Afrika deyirəm yoldaş. Qərbi Afrika. Və Cənubi Asiya. Cənub-Şərqi Asiyada YS ölkələrdir. Onlarda əksərən yaxşıdır. Aydın oldu.